Bakı növbəti mühüm tədbirə ev sahibliyi edir. Söhbət İslam İnkişaf Bankının 2026-cı il üzrə illik toplantılarından gedir. Tədbirin keçiriləcəyi Konqres Mərkəzinin qarşısında üzv ölkələrin bayraqları yer alır. Mərkəzin önündə artıq qələbəlik yaşanır, çünki tədbirin başlamasına cəmi 1 saat qalır. Qonaqlar artıq hissə-hissə təşrif buyurmaqdadırlar. Ama sen gözlüysen de çıkma. Əksər beynəlxalq tədbirlərdə olduğu kimi bu dəfə də könüllülər tədbirin təşkilatçılığında fəal iştirak edir. Əsas toplantıdan öncə adətən olduğu kimi ailə fotosu çəkiləcək. Bu foto tədbir iştirakçılarının dialoq və əməkdaşlıq mesajını özündə ehtiva edir. Ailə fotosunun çəkiləcəyi yerdə bu cür nömrələmə xaotik yerləşmənin qarşısını almaq üçündür. Budur, könüllülər burada son təlimatlar alırlar. Toplantılar Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında dayanıqlı rifah naminə regional inteqrasiya mövzusunda keçirilir. Tədbirdə 57 üzv ölkədən, eləcə də digər ölkələrdən siyasətçilər, inkişaf üzrə ekspertlər və maliyyə sektorunun rəhbərləri iştirak edirlər. Bu gün Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Mən ilk dəfədir ki, ölkənizə gəlirəm. Bakı çox gözəl şəhərdir və burada olmaqdan həqiqətən zövq alıram. Nigeriyada biz İslam İnkişaf Bankı ilə münasibətlərimizə və əməkdaşlığımıza böyük önəm veririk. Hesab edirəm ki, bu görüşlər tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxşı fürsətdir və biz də məhz bunun üzərində çalışırıq. Nümayəndə heyətimizlə birlikdə müxtəlif ikitərəfli görüşlər keçiririk. Müzakirələr əsasən investisiyalar, maliyyə, iqtisadi əməkdaşlıq və inkişaf layihələrini əhatə edir. Eyni zamanda kiçik və orta biznesin qadın sahibkarlığının və gənclərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülə biləcək işləri müzakirə edirik. Nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını da nəzərdən keçiririk. Tədbir məkanında eyni zamanda Azərbaycan pavilyonu təşkil olunub. Burada innovasiyalar, Azərbaycan iqtisadiyyatının transformasiyası, enerji, şəhərsalma, müxtəlif sahələri əhatə edən bölmələr nümayiş etdirilir. Enerji və dayanıqlılıq, iqtisadiyyat və azad iqtisadi zonalar, ixrac, investisiya imkanları və s. Və bizim məhsullarımız. Ləzzəti xeyrə dönüşdürək. Eyni zamanda müxtəlif şirkətlər öz stendləri ilə çıxış edirlər. Və təbii ki, Sibriz layihəsi Azərbaycanın şəhərsalmada ən unikal layihələrindən biri. Modeli sərgidə təqdim olunur.
Tədbir çərçivəsində eyni zamanda Made in Azərbaycan bölməsində Azərbaycan məhsulları təqdim olunur. Həm turizm, həm mədəni irsimiz bu bölmələrdə iştirakçılara təqdim edilir. O cümlədən toxuculuq ənənələrimiz. Xoş gördük. Burada nə təqdim edirsiniz? Hansı bölgəmizin xalçaçılıq məktəbinin nümunələrini göstərirsiniz? Biz Bakı qrupuna aiddir, Bakı xalçasıdır. İndi nə edirsiniz burada? Sabaha hazır olacaq. İslam Bankının loqosunu toxuyuruq. İslam Bankının loqosunu toxuyuruq. Bəli. Sabaha hazır olacaq. Bəli, sabah. Tədbirin sonunda kəsiləcək, təqdim olunacaq. Yorulmayasınız. Kiçik xalça modelləri, prototipləri belə demək mümkünsə. Nə hazırlayırsınız burada, deyə bilərsiniz bizə? Biz bu möhürlərdən çalağayı hazırlanır burada. Möhürlərlə çalağayın üstündən vurulur. Bu hazır məhsullarımız sizə çıxır. Şəki kəlağayısı. Bəli. والباقي معمول. Bu ilki mövzu regional inteqrasiyanın dayanıqlı inkişaf və ortaq rifahın təmin edilməsində artan rolunu əks etdirir. Bu yanaşma qrupun 2026-2035-ci illəri əhatə edən 10 illik strateji çərçivəsi ilə uzlaşır. Azərbaycan İslam İnkişaf Bankı qrupunun illik toplantılarına ikinci dəfədir ev sahibliyi eləyir. Bundan öncə oxşar tədbir 2010-cu ildə ölkəmizin paytaxtında keçirilmişdi. Bu toplantılar dialoq, əməkdaşlıq əlaqələrinin nəzərdən keçirilməsi, təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətlidir. Mən şəxsən ilk dəfədir ki, Bakıya, Azərbaycana gəlirəm. Və ölkəniz məndə çox böyük təəssürat yaradıb. Paytaxtın bir çox yerlərini gəzdim və gördüklərimdən həqiqətən heyran qaldım. Bu iclaslardan gözləntilərimiz böyükdür. Ümid edirik ki, üzv dövlətlər, o cümlədən bizim ölkə üçün də mühüm qərarlar qəbul olunacaq və yeni təşəbbüslər irəli sürüləcək. Biz artıq qarşıdakı 5 il üçün inkişaf və strateji planlarımızı hazırlamışıq. İnanırıq ki, bu əməkdaşlıq həmin planların həyata keçirilməsinə töhfə verəcək və nəticədə hamımız bundan faydalanacağıq. Toplantının keçiriləcəyi zalda hazırda ən son hazırlıq işləri görülməkdədir. Prezident İlham Əliyev sağda İslam İnkişaf Bankı qrupunun sədri, solda isə Azərbaycan tərəfindən sədr, Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov əyləşəcək. Proqrama əsasən tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlayacaq. Daha sonra Quran-ı Kərimdən ayənin oxunması, ardınca İslam İnkişaf Bankı haqqında 4 dəqiqəlik video çarx və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə davam edəcək. Və daha sonra digər çıxışlar.
Müzakirələr zamanı İslam maliyyəsi gənclərin məşğulluğu, davamlılıq və iqlim dəyişikliklərinə uyğunlaşma, halal ekosistemin inkişafı, enerji bağlantıları, ticarət və nəqliyyat əlaqələri, süni intellekt, rəqəmsal iqtisadiyyat, innovasiya və startaplar, regional səhiyyə təhlükəsizliyi və sosial müdafiə sistemləri kimi prioritet istiqamətlər diqqət mərkəzində olacaq. This is our annual meeting. İllik görüşümüzdür və biz burada gəlib toplaşırıq və bankların uğurlarından danışırıq. Azərbaycan dövlətinə təşəkkürümü bildirmək istəyirəm. Minnətdaram ki, bizə ev sahibliyi edirlər bu il. Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm. Çox önəmli layihələrə maliyyə dəstəyi göstərirlər. Böyük layihələr var. Məsələn, suvarma kanalları var Qarabağda. Bundan bəhs etmək istərdim. Bu çox önəmlidir. İllik görüşdür bildiyiniz kimi Azərbaycanda təşkil edilir və gözəl bir yerdir, gözəl ölkədir, görmək çox xoşdur. Uğurlu görüşlərimiz, iclaslarımız oldu İnkişaf Bankı üçün. Hansı ölkəni təmsil edirsiniz? Mən isə Azərbaycan televiziyasındanam və bu toplantıdan gözləntilərinizi öyrənmək istərdim. Biz burada illik sessiyada iştirak üçün gəlmişik. Burkina Fasonun nümayəndə heyətinə Maliyyə və İqtisadiyyat naziri Dr. Abubakar Nakanabo rəhbərlik edir. Biz müxtəlif panellərdə iştirak etdik. Hər şey yüksək səviyyədə davam edir. Azərbaycan hökumətinə təşkilatçılığa görə təşəkkür edirəm. Ümid edirəm ki, sessiyada qarşıya qoyulan məqsədlərə nail olunacaq. Salamünaleyküm. Azərbaycana xoş gəlmisiniz. Biz sizin fikirlərinizi öyrənmək istəyirik bu toplantı ilə bağlı. Bu tədbirin Bakıda keçirilməsi çox təbii haldır. Çünki həm regional səviyyədə, həm də qlobal səviyyədə əməkdaşlıqda Bakının rolu artır. Həmçinin İslam İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə institutları çərçivəsində əməkdaşlıq baxımından Azərbaycanın əhəmiyyəti qeyd olunur. İslam İnkişaf Bankı indiyədək Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsinə təqribən 1,8 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində vəsait ayırıb. Bu layihələr sosial-iqtisadi inkişaf, infrastruktur layihələri və bir sıra prioritet istiqamətlərin inkişafına yönəlib. Budur, Prezident İlham Əliyev ailə fotosu üçün təşrif buyurur. Prezident İlham Əliyev ayaqüstü qonaqlarla söhbət eləyir. Daha sonra təbii ki, əsas toplantı zalına iştirakçılar daxil olacaqlar. Prezident İlham Əliyevi İslam İnkişaf Bankı qrupunun sədri və Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov müşahidə edir. Bismillahirrahmanirrahim. There are moments in history when the world looks for somewhere to gather, where, against rising tides and shifting winds, the future is not foretold, but forged together. This year, that place is Baku. Xarici borcun aşağı səviyyədə olması əlbəttə ki, böyük üstünlükdür. Biz daha çox borc götürə bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Buna baxmayaraq,
bizim xarici valyutada olan ehtiyatlarımız xarici borcumuzu demək olar ki 20 dəfə üstələyir. Hesab edirəm ki, bu göstəriciyə görə Azərbaycan çox sabit maliyyə vəziyyəti, tarazlaşdırılmış büdcəsi olan aparıcı ölkələrdən biridir və bu hal reytingimizi investisiya reytinginə qaldıran Moody's və Fitch kimi aparıcı reyting agentlikləri tərəfindən dəyərləndirilir. Azərbaycan beynəlxalq banklarla səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Müxtəlif layihələrin reallaşdırılmasında bu əməkdaşlıq olduqca mühüm rol oynayıb. Eyni zamanda dərhal qeyd etməliyik ki, Azərbaycan heç vaxt öz iqtisadiyyatını bu banklardan asılı vəziyyətə salmayıb və bugün xarici borcu ən az olan ölkələr sırasındadır. Biz strateji plana əsaslanaraq borclanmadan asıllığımızı tədricən azaltdıq. Bugün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün və yalnız Dünya Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq. Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1%-nə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi zənnimcə bir neçə ay ərzində sıfıra endirə bilərik. Ölkəmizdəki investisiya mühiti investorları cəlb edir. Təsadüfi deyil ki, son 20 ildə ölkəmizə yatırılmış 350 milyard dollardan artıq investisiyanın tən yarısı xarici investisiyanın payına düşür. İslam İnkişaf Bankının Azərbaycanla ən fəal əməkdaşlıq etdiyi sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Bu sahə Azərbaycan dövlətinin qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinin tərkib hissəsi kimi və ölkəmizin mövcud potensialı baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu sahə ilə bağlı görülmüş işlərin təhlilini və yeni çağırışları bu yaxınlarda keçirdiyi xüsusi müşavirədə müzakirəyə çıxarmışdı. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına, sərmayə qoyulmasına daha böyük həcmdə nail olaq və eyni zamanda xarici investorları da biz həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bugün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Və biz əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda xarici şirkətləri bizə lazım olan sahələrə biz cəlb etməliyik. Daha bir mühüm istiqamət rəqəmsal transformasiya və informasiya kommunikasiya texnologiyaları ilə bağlıdır. Bu ilin daha bir xüsusi müşavirəsi məhz bu sahənin məsələlərinə həsr olunmuşdu. Son illər ərzində müxtəlif dövlət qurumları, nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tədbiqlər işlənilib, hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və tədricən yaradılmış platforma və tədbiqlər ləğv edilməlidir.
İndi hansı müddət ərzində onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri MyGov üzərindən həyata keçirilməlidir. Yəni, vahid mərkəz, hər kəs bunu bilməlidir. Həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək ki, bir ünvandan vətəndaşı lazım olan bütün xidmətlər göstərilməlidir. Beləliklə, xarici investorlar və maliyyə institutları ilə əməkdaşlıq ölkəmizə yeni texnologiya, təcrübə və yanaşmalara çıxış imkanı, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası, yeni investisiyaların cəlbi kimi imkanlar qazandırır.